var ki, buna məsələn mədənin xora xəstəliyi və yaxud da iltihabi bağırsaq xəstəliklərini misal göstərmək olar. Poliplər və yaxud da bu durumlarda bədəndə gizli şəkildə də olsa qan itirməsi baş verir. Yəni bu qan çox vaxt yuxarı qida mədə bağırsaq orqanlarından gəldiyinə görə rəngi dəyişilmiş olur nəcislə birlikdə. Amma bu dediyim durumlarda bədən gizli-gizli az miqdarda qan itirə bilər ki, bu da bir müddət ayılır ki, şəxs onda anemiya var, yəni qan azlığı var. Və bu durumlarda təbii ki, nə qida yeyirsiz yiyin, əgər bədəndə bir yerdə qan itkisi varsa, təbii ki, buna bağlı olaraq qan azlığı yaranacaq. Və başqa bir hal misal göstərə bilərik. Məsələn, fol turşusu əvvəla danışaq. Fol turşusu özü də qan yaranmada iştirak edən elementlərdən biridir və hüceyrə yaranmasında, çoxalmasında da həmçinin. Fol turşusunu isə müxtəlif bitkilərin yaşıl hissələrində, meyvələrdə,